Cənub bölgəsində əsən güclü külək bir çox fəsadlar törədib, enerjinin verilişində fasilələr yaranıb. Çox mərtəbəli binanın dam örtüyü uçub. Ətraflı Cənub bölgəmizdən Esmira İsmailova. Cənub bölgəsində bugün səhər saatlarından əsməyə başlayan güclü külək bir sıra fəsadlara yol açıb. Külək Astara, Lənkəran, Lerik rayonlarında daha çox hiss olunduğundan ən çox ziyan da bu rayonlara dəyib. Ələt-Asıra magistral yolunda külək hündür, iri gövdəli ağacları kökündən qoparıb. Aşan ağaclar əlaqədar qurumlar tərəfindən yoldan yığışdırılıb. Güclü külək bugün Lənkəranda da bir sıra fəsadlar yaradıb. Şəhərin Səttarxan küçəsindəki 5 mərtəbəli 2 bloklu yaşayış binasının dam örtüyü uçub. Şəhidlər Xiyabanı küçəsində yerləşən 4 mərtəbəli yaşayış binasının dam örtüyü isə tamamilə qoparaq yerə düşüb. Yuxarıda nə olub, hamısı dağılıblar. Məzidə qaz qırılıb, qaz xətti yoxdur, su torbaları qırılıb hamısı, işıq xətti qırılıb hamısı. Heç bir şey demək olar ki, tam bərbad vəziyyətdədir. Lənkəran rayon icra hakimiyyətindən verilən məlumata görə binaya axşam saatlarına kimi elektrik enerjisinin təbii qazın verilişi bərpa olunacaq və uçan damın təmiri həyata keçiriləcək. Güclü külək Astara, Lənkəran və Lerik rayonlarında yüksək gərginlikli elektrik xəttlərinin qırılmasına, elektrik və telefon dirəklərinin aşmasına səbəb olub. Nəticədə hər üç rayonun bir sıra yaşayış məntəqələrində elektrik enerji verilişində fasilələr yaranıb. Ucqar yaşayış məntəqələri istisna olmaqla hazırda rayonlarda enerji verilişi bərpa olunub.